Salam hər kəsə. Gəlin birlikdə dövrü qanun, dövrü sistem, atomun quruluşu bölməsindəki ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. Birinci suala baxırıq. Birinci sualda bizə X və Y-dən əmələ gəlmiş birləşmənin 1 molunda olan atomların sayını istəyir. X elementinin sıra nömrəsi 19-dur. Y-in də sıra nömrəsi 16-dır. Buradan baxa bilərik. Deməli, bu kaliumdur. Deməli, qısa elektron formulu olacaq 4s1. Bunun da qısa elektron formulu olacaq 3s2 3p4. Bunun 2 dənə tək elektronu var. Baxanda 6-cı qrupda yerləşir. 2 dənə tək elektronu var. Gördüyünüz kimi. Bunun da bir dənə tək elektronu var. Və 1 valentli olacaq. Bu 1 valentli, bu da 2 valentli olacaqdır. Bunların birləşməsini istəyir bizdən. X 1 valentlidir, Y də 2 valentlidir. X2 Y olacaq və 3 dənə atom vardır. 3 atom var. Və bizə deyir ki, bu birləşmədə elektronların mol sayını hesablayın deyir bizə. Bilirik ki, X-in bir dənəsində 19 dənə elektron var. 2 dənəsində 2 vurulsun, 19 üzərinə gəlsin. Bir dənə Y var, bir dənə Y-də də 16 dənə elektron var. 38 üstə 16 54 eləyəcəkdir. İkinci suala baxırıq. Sıra nömrəsi 24 olan element atomunda tək elektronların ümumi elektronların neçə faizini təşkil etdiyini soruşur bizdən. Sıra nömrəsi 24 olan element xromdur. Xrom istisnaydı. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d5 idi. Buradan fikir versəz, bunun xarici dediyinə görə xarici dördüncüdür. Yəni ən axırıncı təbəqədən söhbət gedir. Xaricində bir dənə tək elektron var bunun. Valent elektronu desəydə 1 ilə 5-i götürərdi. Yəni 6 dənə valent elektronu var. Amma xaricində dediyinə görə bir dənə tək elektron var. Tək elektronlar ümumiyyətlə tək elektron dediyindən nə edirik buradan? Burada bir dənə var. Burada da 5 dənə var. 5 dənə var. Ümumi 6 dənə tək elektron var. Ümumi elektron 24-dür. 6-nı 24-ə bölürəm. Vururam 100%. Bu da eləyəcək 25%. Bunu tapdıqdan sonra bizə deyir ki, 3-cü energetik səviyyədə olan elektronlar. 3-cü energetik səviyyə budur, budur və budur. 2, 6 plus 5 toplasa nə qədər eləyər? 13 eləyəcəkdir. Üçüncü suala baxırıq. Üçüncü sualda bizə deməli X birləşməsi verilmişdir. Burada X-in ionunun tərkibində proton, neytron və elektronların cəmi. Proton, neytron və elektronların cəmini 55 verir. Protonla neytronun cəmi həmişə kütləni verir. Kütlə də 37-dir. 37 plus elektron sayını bilmirik. 55-ə bərabərdir. Elektron tapmaq üçün də 55-dən 37-ni çıxarıq. Buradan da elektron sayı eləyəcək 18. Deməli, elektron sayı 18-dirsə, deməli bizim n-imiz neçə olacaq? -1 olmalıdır ki, 17-nin üzərinə 1 gələsiz 18 eləsin. N-i tapdıq buradan. Deməli, bizdən n istəyirdi. N -1-dir. Bizə deyir ki, 19,9Y N ionunda elektron sayını deyir, hesablayır. N tapandan sonra -1-dir. Yazaram buradan. Elektron sayı da 10 eləyəcək burada. 4-cü sualda deməli bizə X verib. Buradan 2 müsbət. Neytron sayı deməli adı buradan tapacağım. A bərabərdir. 40-dan 20-ni çıxacağım. 20-dən neytronu var. Elektron sayı da 20 çıxılsın. Müsbət olanda çıxırıq. 20 çıxılsın. 2, 18 dənədir. İndi Y-ə də baxıram. Burada bunun da neytron sayı nə qədərdir? 20 dənəymiş. Elektron sayı da 18'miş. Bizə deyir N və M-i tapın. Deməli, biz 36-dan 20-ni çıxsa nə qədər qalacaq? Yəni, biz protonu tapanda kütlədən neytron çıxırıq. Yəni, 20-ni çıxacaq, 16 qalacaq. Deməli, M neçə oldu? 16 oldu. M-i tapandan sonra bizə deyir ki, N-i də tapın. Bunu tapandan sonra N neçə olmalıdır ki, bu 18 eləsin? Deməli, N-imizin qiyməti -2 imişdi. Üzərinə gəlmişəm 18 eləyib. 5-ci sualda X, A, 2 müsbət, neytron sayı da adı. Deməli, neytron sayı da adı, proton sayı da adı. Belə çıxır ki, bunun kütləsi 2 adı. Elektron sayı da
A-2 olacaq. Deməli, B nəyə bərabərmiş burada? Bizə elektron sayını B verib, A-dan da 2-ni çıxanda elektron sayını bildirir. Yəni, A çıxılsın 2. Və bizə şərtdə deyir ki, B-nin aya nisbəti 0,9-a bərabərdir. Buradan belə çıxır ki, B nəyə bərabərdir? 0,9 aya. Buradan B-nin yerinə mən 0,9 a yazıram. Bərabərdir A-2. A-nı bu tərəfə verirəm, 2-ni də bu tərəfə verirəm, müsbət olsun. Buradan olacaq A-dan 0,9 a-nı çıxacam, qalacaq 2. Buradan da 0,1 a bərabərdir 2-yə. A da bərabərdir 2-ni böləcəm, yəni 20-ni böləcəm 1, 20 eləyəcək. Deməli, A-nın qiyməti elədi 20. Bizə deyir ki, X elementin nisbi atom kütləsini hesablayın. Biz bilirik ki, neutron da adı, proton da adı air olacaq A ilə A-nın cəminə, yəni 20 ilə 20-nin cəmi eləyəcək 40. 6-cı suala baxırıq. Deməli, burada X verib 3-cü dövrdə yerləşir, Y də 3-cü dövrdə yerləşir. X-in baş oksidi XO-dur. Deməli, bu 3-cü dövrdə yerləşirsə, bunun oksidin formulu bu formadasa, deməli, bu 2-ci qrupda yerləşəcək. 2-ci qrupda yerləşir. Y-in də baş oksidi Y2O5-dirsə, deməli, burada 5 valentlidir və 5 valentli olduğundan 5-ci qrupda yerləşəcək. Deyir ki, X atomunun proton sayını müəyyən edin. X atomunun qısa elektron formulu olacaq 3s2. 3s2 olduğundan 1s2, 2s2, 2p6-ya kimi 10-dur. 10 üstə də 2, 12 eləyəcək. Deməli, X-də proton sayı nə qədərmiş? 12-ymiş. Bizə deyir ki, Y atomunun minimal oksidləşmə dərəcəsini bizdən istəyir. Y-in də qısa elektron formulu 3s2, 3p3-dür. 5-ci qrupda yerləşdiyindən elementlərin maksimal oksidləşmə dərəcəsi qrupun nömrəsinə uyğundur. İstisnalar da var təbii ki, müsbət 5-dir. Minimal da ki, qrupun nömrəsindən, yəni 5-dən 8-i çıxırıq. Buradan da qalacaq -3. Cavabımız da eləyəcək -3. 7-ci sualda deyir, T və L-in əmələ gətirdiyi birləşmənin molekulunda elektronların sayı. T-yə baxıram. Qısa elektron formulu 3s1-dir. L-ə baxıram. L-in də formulu, qısa elektron formulu 3-cü dövr 7-ci qrupda yerləşir. 3s2, 3p5-dir. Bunların əmələ gətirdiyi birləşmə, baxın, bunun da bir dənə tək elektronu var, yəni 1 valentlidir. Bunun da bir dənə tək elektronu var, 1 valentli. Yəni bunların birləşməsi TL olacaq. Və burada bu birləşmədə elektron sayını istəyir. Baxıram, bunda 11 dənə proton var. Yəni 11 dənə neytral atom olduğundan proton elektron bir-birinə bərabər olacaq. Burada da 17 dənə var. Bu birləşmədə elektron sayını istədiyinə görə buradan yazıram. A bərabərdir 11 plus 17. Buradan da 28 eləyəcək. Bunu yazandan sonra mənə deyir ki, X və Y-in əmələ gətirdiyi birləşmə. İndi X ilə Y-ə baxacağam. Bunu tapdım. X-imiz deməli hidrogendir. Birinci dövr birinci qrupda yerləşdiyindən X hansı elementdir? 1s1-dir, hidrogendir. Sonra baxıram Y-ə. Y-də ikinci dövr 5-ci qrupda yerləşir. Y-də qısa elektron formulu 2s2, 2p3-dür. 5-ci qrupda yerləşdi. İndi mən baxıram bura. Deməli, bu hansı elementdir? Azotdur. Y-imiz azotdur. Azotla da, yəni hidrogenlə də deməli, azotun formulu belə olacaq. NH3. Yəni, buradan belə yazsaq, Y-X3 olacaq. Bizə deyir ki, buradakı birləşmə molekulunda rabitənin yaranmasında iştirak edən elektronların sayını istəyir bizdən. Rabitənin yaranmasında iştirak edən elektronlar dediyinə görə 1, 2, 3, 4, 5, 6 dənə elektron rabitə yaranmasında iştirak eləmişdir. 8-ci sualda bizə X elementi vermişdir. X-də ümumi elektron, yəni qısa elektron formulu NS2, MP adı. Y-də də NS2, MPB-dir. Bizə deyir ki, X elektromənfili ən böyük olan elementdir. Elektromənfili ən böyük olan elementimiz flordur. Flor da 7-ci qrupda yerləşir. Deməli, belə çıxır ki, 2 plus A nəyə bərabərmiş? 7-yə bərabərmiş. Deməli, A da neçəyə bərabər olacaq? 5-dir. A 5 olduğundan, deməli, X-imiz 7-ci qrupda yerləşdir. A-nı müəyyən edin. A-nı müəyyən elədik, deməli, 5-dir. Bizə deyir ki, B-nin də qiymətini hesablayın. Bizə deyir, valent elektronların cəmi 10-dur. Burada valent elektronların cəmi 7-dir. 7 plus 2 plus B neçəyə bərabər olmalıdır? 10-a bərabər olmalıdır. Belə çıxır ki, 9 plus B bərabərdir 10. B də nəyə bərabərmiş? 1-dir. Deməli, B-imiz də neçə oldu? 1 oldu. 9-cu sualda deməli, 24 tərəf yəni xrom elementidir. Normal vəziyyətdə xaric təbəqədə elektronların sayını bizdən istəyir. Deməli, baxıram, yenə yazıram bunun elektron formulunu. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d5. Xarici təbəqə dediyindən, xaricdə yerləşən
təbəqə, ən axırıncı təbəqə 4-dür. 4-də cəmi bir dənə elektron var. Deməli, belə çıxır ki, bizim ayın qiyməti neçə olmalımış? 1 olmalıymış. Sonra bizə deyir ki, Y və Z-in əmələ gətirdiyi birləşmədir. Bizim Y-imiz 9-dur. Bu element qısa elektron formulu 2s2, 2p5-dir, yəni fluordur. Fluor da bir valentli olur. 13-ə baxıram. 13-də Z-dir, yəni alüminiumdur. Alüminium da qısa elektron formulu 3s2, 3p1-dir. Bu da 3 valentli olacaq. Bunların birləşməsi də olacaq ZY3. Burada əmələ gətirdiyi birləşmədə atomların ümumi sayını istədiyindən baxıram, bir dənə Z var, 3 dənə də Y var. Ümumi nə qədər eləyəcək? 4 dənə atom eləyəcəkdir. Deməli, B də neçəyə bərabər oldu? 4-ə bərabər oldu. 10-cu sualda bizə XO4 verib, mənfi. Elektronların ümumi sayı 58-dir, yazıram buradan. X-in üzərində bir yük yoxdur, yazıram X plus. Burada nə qədər? Oksigində bir dənəsində 8 dənə proton var, 4 dənəsində 32 dənə proton var. Üstündə də mənfi yük olduğundan nə edirəm? 4 dəfə 8, 32, üzərinə gəlirəm 1-i. 33 edir, bərabərdir 58-ə. X də buradan bərabərdir 58 çıxılsın 33. X də bərabər olacaq 25-ə. Deməli, X-in sıra nömrəsi 25-dir və dövr sistemi mövqeyini istəyir bizdən. Dövr sistemi mövqeyi də 4s2, 3d5 olacaq. Yəni, buradan çıxır ki, 4-cü dövr üstlərin cəmi 7b. D olduğundan əlavə yarım qrupdur. Bunu tapdıq. Və deyir, X atomunda P elektronların sayı bütün elektronların sayının neçə faizdir? Gələk burada yazım. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d5'dir. P elektronlar burada 6 dənə, burada 6 dənədir. Elə də 12 dənə. Bütün elektronlar da nə qədərdir? 25'dir. 12-ni bölürəm 25'ə, vururam 100%-ə. Bərabərdir. Bu bir dəfə, bu 4 dəfə, o da edir 48%. Bir sualda bizə X verib. X də deməli 3-cü dövrdə yerləşir. 3-cü dövrdə yerləşirsə yaza bilərəm 1s2, 2s2, 2p6, 3sx, 3p məsələn tutaq ki, y yazıram. Keçirəm y-də. Y 2-ci dövrdə yerləşir. 1s2, 2s yazıram x. Burada yazım məsələn k 2p m. Mənə deyir ki, buradan S elektronların sayı A qədərdirsə, P elektronların sayı ondan 4 vahid çoxdur. Baxıram S elektronlar nə qədərdir burada? 2, 2, 4 dənə. Əgər burada da 2 dənə olsa 6 dənə olacaq. İndi buradan yazıram 4 plus x. 4 plus x bərabərdir 6 plus y-ə. 6 plus y yox. Deməli belə olacaq. 4 plus x bərabərdir. Bu nəyə bildirdi? S-lərin sayını. Buradan yazıram. Ən yaxşısı. 4 plus x nələri bildirdi? S-in sayını, yəni A qədərdir. Buradan baxıram ki, P-nin sayı A plus 4 dəndir. P burada nə qədərdir? 6 plus Y-dir. Yəni P-nin sayı, deməli, A-nın sayının 4 vahid çoxdur. Nə eləməliyəm? Bunun üzərinə 4 gəlməliyəm. Buna bərabərləşdirməliyəm. 6 plus Y-ə bərabərləşdirməliyəm. Buradan çıxır ki, 8 plus X bərabərdir 6 plus Y-ə. Buradan nə edirəm? Deməli, 2 plus X də bərabər olacaq Y-ə. Deməli, bizim Y-imizin sayı X-in sayından nədir? 2 vahid çoxmuş. Deməli, əgər X 2 olsa, Y-imiz olacaq 4. Bunu tapdıq. Deməli, bu 3-cü dövr 6-cı qrupda yerləşdi. Bizim X-imiz neçənci dövrdə yerləşdi? 3-cü dövr 6A qrupunda yerləşdi. İndi Y tapmalıyıq. Bizə deyir ki, Y-in, X-in Y-ilə əmələ gətirdi. X-i tapandan sonra indi Y tapmalıyam. Y-də isə bizə deyir ki, deməli, S elektronların sayı 2 plus K-dır. 2 plus K B-yə bərabərdir. P də M-dir. Deməli, M nəyə bərabərdir? B plus 1-ədir. İndi mən burada B-nin yerinə bunu yaza bilərəm də. Deməli, 2 plus K plus 1 bərabərdir M-ə. Buradan 3 plus K da nəyə bərabərdir? M-ə bərabərdir. Deməli, K-nın qiyməti əgər 2 olsa, deməli, E-nin qiyməti neçə olacaq? 5 olacaq. Buradan da belə nəticəyə gəlirik ki, qısa elektron formulu 2s2, 2p, deməli, orada 2 olsa 5 olacaq. 2p 5 olacaq. Və dövrü sistemdə də mövqeyi olacaq 2-ci dövr 7-ci qrup. Deməli, biz bildik ki, buradan yazıram. X sıra nömrəsi neçə olacaq? X-in sıra nömrəsi eləyəcək 16. Y-in sıra nömrəsi olacaq 9. Bunların əmələ gətirdiyi birləşmə. Y-imiz bir valentlidir. X-imiz də
kükürdür və kükürt qeyri-metallarla birləşmədə əsasən maksimal valentliyini göstərəcək. Yəni 6 valentli olacaq. Buradan da bu formada olacaq bu birləşmə. Ya da belə də yaza bilərik. X, Y, 6. 12-ci sualda deməli X elementi verib bizə. X elementi 3-cü dövrdə yerləşir. Yenə yazıram. 3S, məsələn, S-lərimiz A qədərdir. 3P də deməli X 3-cü dövrdə yerləşir. 1S2, 2S2, 2P6, 3S, yenə X, 3P, Y yazıram. Mənə deyir ki, S elektronların sayı P elektronların sayına bərabərdir. S-lərə baxıram, nə qədərdir burada? 4 plus X, P-lər nə qədərdir? 6 plus Y. Deməli, bir-birinə bərabərdir bunlar. Buradan belə çıxır ki, X bərabər olacaq 2 plus Y-ə. Deməli, biz X əgər 2 olsa, Y-imiz 0 olmalıdır. Buradan da belə çıxır ki, qısa elektron formulu ilə 3S2 olacaq. 3S2. Yəni, 3P 0 olmalıdır. Çünki S-in sayı P-nin sayına 2% çoxdur. Ona görə də biz burada nəsə yaza bilmərik. 0 yazmalıyıq ki, bu S-imiz neçə olsun? 2 olsun. Keçirəm Y-ə. Y-də isə yenə yazıram. 1S2, 2S2, 2P6, 3S, məsələn, K, 3P, M-dir. Buradan baxıram. 4 plus K, deməli, adı 6 plus M də A plus 2-dir. Yəni, P-nin sayı, deməli, S-in sayından 2% çoxdur. Belə çıxır ki, gəlib bunun üzərinə biz 2 əlavə eləməliyik. 4 plus K-nın, deməli, nə edəcəm? Burada A-nın yerinə yazam. 4 plus K plus 2 nəyə bərabərdir? 6 plus M. Buradan da belə çıxır ki, 6 plus K bərabərdir 6 plus M-ə. K ilə də M bir-birinə bərabərdir. Deməli, K-nın qiyməti maksimal 2 olacaq. 2 olduğundan qısa elektron formulu 3S2, 3P2 olacaqdır. Elə deyilmi? Sonra növbətinə baxırıq. Növbətdə də yeni eyni şeydir. Görürəm, burada 3% artıq. 3% artığından, bunu daha belə bu formada yazmayacağım. Bu 3% artığından, yəni P orbitalı sayı 3% artığından bu 2-nin üzərinə mən 3 gələcəm. Bunu da qısa elektron formulu 3S2, 3P, 2-nin üzərinə 3 gələndə 5 eləyəcək. Bu formada olacaq. Və bizə deyir ki, X-in Y ilə X-imiz deməli 3-cü dövr 2-ci qrupda yerləşdi. X hansı formada olacaq? X-in valenti 2-dir. Y-in də valenti neçə olacaq? Deməli, 4-cü qrupda yerləşdiyindən 4 valentli olacaq. Bunların da birləşməsi X2, Y olacaq. Bunu tapdım. Keçirəm indi ikincisinə. İkincisində Y-in Z ilə birləşməsini bizə deyir. Y-in Z ilə birləşməsində isə artıq Y-imiz 4 valentlidir. Y 4. Z-imiz isə 1 valentli olacaq, çünki xlordur. Y Z4 olacaq. Sonra bizim bunların əmələ gətirdiyi birləşmənin formulunu istirdi. Bunlar da bu formada olacaqdır. 13-cü suala baxırıq. Deməli, X verib bizə, Y verib bizə. Deyir, protonların cəmi 40-dır, fərqi isə 8-dir. Tənliklər sistemindən istifadə edirik. X plus Y 40-dır. X minus Y də 8-dir. Buradan da tapıram ki, 2X plus bərabərdir 48-ə. X də neçəyə bərabərdir? 24-ə. Deməli, bunun sıra nömrəsi 24-dür. Bunun da sıra nömrəsi neçə olacaq? 10. 24-dən 8-ə 16 qalacaq. Deməli, Y-də sıra nömrəsi 16-dır. Mənə deyir ki, bunların elektronların sayını istəyir. Nə edirəm? XO4, 2 mənfidə elektron sayını tapıram. X-imizin elektron sayı neytral olduğunu, üzərinə yük olmadığından 24-dür. 24 plus 4 dəfə 8, 32. 32 üstə 2 gələcəm, eləyəcək 34. Toplayanda nə qədər eləyəcək? 58. Bunu tapdım. Keçirəm indi YO4 2 mənfiyə. Y-imizin sıra nömrəsi 16-dır. Neytral olduğundan elektronla proton bir-birinə bərabərdir. 16 plus 4 dəfə 8, 32 üstə 2 gələcəm, 34. Toplasam eləyəcək 50. 14-cü suala baxırıq. 14-cü sualda deməli bizə X verib. X-in dövr sistemində mövqeyi 2-ci dövr 5-ci qrupda yerləşir. 2S2, 2P3. Y isə deməli 3-cü dövr 2-ci qrupda yerləşir. Deməli bu azotdur. Sıra nömrəsi 7-dir. Bunun da sıra nömrəsi 12-dir. Bu 3 valentlidir. Bu da 2 valentlidir 2-ci qrupda yerləşdiyindən. Bunların birləşməsi olacaq. X deməli X2, Y3 olacaq. Əslində birinci metal gəlməlidir. Yəni Y3, X2 bu formada olacaq və bizə deyir ki, bu birləşmədə elektronların sayını tapın.
Gəlin birlikdə bunun elektronların sayını tapayıq. Deməli, baxıram, Y-imiz 3 dənədir. 3 dənəsində də bir dənəsində 13 dənə elektron var. Neyniyəcəm? 12-ni vuracam 3-ə, üzərinə gələcəm. X-in bir dənəsində 7 dənə elektron var, 2 dənəsində 14 dənə olacaq. Deməli, 36 plus 14 toplayanda nə qədər eləyəcək? 50 dənə elektron eləyəcək. Və bizə deyir ki, Y-ə uyğun ionun qısa elektron formulu, Y-imiz də hansıdır? Budur. Biz bilirik ki, metallar elektron ala bilmirlər, elektron verə bilirlər. Deməli, bu ikinci qrupda yerləşən 2 dənə elektron verə bilər, 2 valentli olduğundan 2 elektron verəcək. 2 elektron verəndə də müsbət yüklü iona çevriləcək. 12 çıxılsın 2 eləyəcək 10. Bu ionun da qısa elektron formulu elektronun sayına görə götürəcəm. Buradan 2 dənə elektron çıxsam nə qalacaq? 2s2, 2p6 qalacaqdır. Çünki 2 dənə elektron çıxandan sonra daxili təbəqəyə doğru gedəcəkdir. 15-ci suala baxırıq. Burada dövrü sistemindən verilmiş əsas yarımqrup elementlərin proton sayı ümumi 32 verilmişdir bizə. Əgər biz X-in proton sayını X götürsək, Y-in proton sayı 10-dan deməli nə qədər çox olacaq? 3% çox olacaq. Yəni X plus 3 olmalıdır. Bu əgər X plus 3-dürsə, Y ilə Z arasında 8% fərq var. Yəni X plus 11 olmalıdır. Yazıram. X plus 3 plus X plus 11 bərabərdir 32. Buradan da belə çıxır ki, 3x plus 14 nəyə bərabərdir? 32-yə bərabərdir. 3x də bərabərdir. 32-dən biz 14-ü çıxacağıq. Buradan yazıram. 3x bərabərdir. Eləyəcək 18. X də bərabərdir 6-ya. Bizə deyir ki, x-in sıra nömrəsini tapdı. X-in sıra nömrəsi 6-dır. Z-in valent elektronu istəyir bizdən. Z də eləyəcək 17. Valent elektron sayda 17-də 7 dənə valent elektron var. Bu qədər. 16-cı sualda 4-cü dövrün əsas yarımqrup elementində valent elektronlar ümumi elektronun 20%-dir. Deməli, bu element 4-cü dövrdə yerləşir. 4-cü dövrdə yerləşdiyinə görə də burada belə olacaq. 4s2, yəqin burada 4p1x yaza bilərik. Burada deyir ki, valent elektronlar ümumi elektronların 20%-ni təşkil edir. İndi yazıram ümumi elektron formulu 1s2, 2s2, 2p6, 3s2, 3p6. 4s deməli 2, 3d 10. Bunu burada belə yazay. Ən yaxşısı. 3d 10, 4s2, 4p5. 4x, 4px. Bizə deyir ki, 20%-dir. Burada nə qədər elektron var tapıram? 18, 28, 30 plus x. 30 plus x var. İndi mən deyir ki, ümumi elektronların 20%-dir, valent elektronlar. Deməli, 2 plus x 20%-dir. Elə deyilmi? Ümumi elektronlar da nə qədərdir? 100%-dir. 100%-də 30 plus x-ə bərabərdir. Buradan tənasüb qururam. Görürəm ki, bu 5 dəfə artıb. Deməli, bunu da 5 dəfə artıracam. Yəni, 5 vurulsun 2 plus x nəyə bərabərdir? 30 plus x-ə. Buradan da 10 plus 5x bərabərdir 30 plus x-ə. Buradan da x-ləri bir tərəfə çevirirəm. 5x çıxılsın x bərabərdir 30 çıxılsın 10. 4x bərabərdir 20. X də bərabərdir 5-ə. Deməli, biz tapdıq ki, x-in qiyməti nə qədər imiş? 5 imiş. Və bizə deyir ki, bu elementin p elektronlarının sayını deyir. P elektron sayı 6 dənəsi burada, 6 dənəsi burada, 12 üstə də 5 gələcəm. 17 dənə bunun nəyi var? P elektronu var. Və bizə deyir ki, elektron olan orbitallarının sayı. Burada bir dənə orbital tam doludur. Burada da. Burada 3 dənəsi tam doludur. Burada da. Burada da 3 dənə var. Burada 5 dənəsinin 5-i də tam doludur. Burada da tam doludur. Burada da demək olar ki, 3 dənə orbitalın 3-ündə də elektron var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Deməli, 18 dənə orbitalımızda elektron varmış. 17-ci sualda bizə x verib. X-də ikinci energetik səviyyədə 7 dənə elektron var. 1s2, 2s2, 2p5. 7 dənə elektron var. Üçüncü energetik səviyyə yoxdur. Deməli, bu fluor elementidir. Y-ə baxırıq. Y-də ikinci energetik səviyyədə 8 dənə elektron var. Üçüncü energetik səviyyədə isə 14 dənə elektron var. Və 3p6-dan sonra 4s2 mütləq olmalıdır. Sonra 3d6 yazmalıyam ki, bunların cəmi 14 eləsin.
Bizə deyir ki, X və Y-in atomlarında S elektronlarının sayını istəyir. Baxıram. Deməli, baxıram ki, burada 1, 2 dənə, 4 dənə var. Deməli, X-də 4 dənə S elektronu var. 2-də baxıram, yəni Y-ə baxıram. 2, 2, 4, 6 və 8 dənə Y-də S elektronu varmış. 18 sualda ümumi elektronlar sayını 76 verib yazıram. X plus 2 dəfə 8, 16 üstə 1, 17 elektron. Üzərinə gəlirəm. Deməli, X yazıram. Çünki X-in burada elektron sayını, proton sayını bilmirəm. Üzərinə gəlirəm. Oksigen bir dənəsində 8 dənə elektron var, proton var. 8 plus 1 hidrogendəkindən eləyir 9. 9-dan da 2 çıxsam nə qədər qalacaq? 7. Bərabərdir 76-ya. 2x plus 24 bərabərdir 76. 2x də bərabərdir 52. X də 26 eləyəcək. X-i tapdım. Mənə deyir ki, X müsbət 3 iyonunda D elektronların sayını istəyir bizdən. Deməli, X-imiz 26 deyil, X müsbət 3 iyon dediyindən biz nə eləməli? 26-dan 3 çıxacam, qalacaq 23. 23-ə görə mən elektron sayını yazmalıyam. 1s2, 2s2, 2p6, 3s2. Birinci 26-ya kimi yazım. 3s2, 3p6, 4s2, 3d6-dır. Və biz elektronları çıxarkən axırıncı təbəqədən çıxmaq lazımdır. 3 dənə elektron buradan çıxıb. 2 dənəsi buradan çıxacaq, bir dənəsi də buradan çıxacaq. Deməli, iyonun elektron formulu necə olacaq? 4s0, 3d5. Deməli, nə qədər tək elektronu olacaq burada? 5 dənə, yəni D elektronlarını istədiyindən 5 dənə D elektronu olacaqdır. 9-cu sualda deməli bizə X verib, 3 müsbət verib, elektron sayı adısa, deməli proton sayı A plus 3 olacaq. Fosfora baxıram. Fosfor 3 mənfidir, 15-dir. Deməli, A minus 3-dür. Bunun elektron sayı. Deməli, 15 plus 3, 18-dir. Deməli, A minus 3 də 18-ə bərabərsə, A da deməli 21-dir. A-yı 21 tapandan sonra bu eləyəcək 24, bu da eləyəcək 21. Neytral X atomunda kütləşməmiş elektronların sayını yazırıq. Baxın. Neytral X atomumuzda 24-dür. Olacaq 4s2, 3d, yox, 24 olduğunun istisnalı 4s1, 3d5 olacaq. Nə qədər cütləşməmiş elektron var? Bir dənəsi buradadır, 5 dənəsi də buradadır, 6 dənə tək elektronu var. Bunu tapdıq. Və X-in minimum oksidaşma dərəcəsini istəyir bizdən. X də metaldır, xromdur. Metalların da minimal oksidaşma dərəcəsi həmişə 0 olacaq. Yəni, mənfi ola bilmirlər metallar. 20-ci sualda normal halda atomun energetik səviyyələrin paylanmasını verir. Deməli, 24-də yenə xromdur. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d5-dir. Baxın, birinci təbəqədə 2 dənə elektron var. İkinci təbəqədə 8 dənə elektron var. Üçüncü təbəqədə isə 2, 6, 8 üstə 5, 13 dənə elektron var. Ən axırıncı təbəqədə 1 dənə elektron var. Deməli, A-nın qiyməti 13-dür, B-nin də qiyməti 1-dir. Bunu tapandan sonra bizə deyir ki, atomda olan tək elektronların sayını tapın. Tək elektronların sayı nə qədərdir? 6 dənədir. 21-ci sualda X verib bizə. X-də həyəcanlanmış halda 3-cü dövrdə yerləşir və sonuncu energetik səviyyədə elektronların sayını bizə edir. Əgər tam həyəcanlanıbsa, sonuncu energetik səviyyədə olan S-də bir dənə elektron olacaq. Deməli, belə çıxır ki, A1-dir. A1 olduğundan, əgər S-imiz S-ə kimi tam həyəcanlanıbsa, deməli, P-imiz də təklənir. P-də də 3 dənə tək elektron olmalıdır. D-də olacaq, çünki A1-dirsə, D-də olacaq 3. Deməli, 7 dənə tək elektronu var. Xlordur bu. 7-ci qrupda yerləşir və baş oksidin formulu da X2, o 7 olacaq. Və bizə deyir ki, Y-in hidrogenlə birləşməsini tapın. Y-də yazırıq. Y-də də yenə 3s1-dir. 3s1-dirsə 3p də 3 olmalıdır, tək olmalıdır. D-də isə S-dən bir vahid çoxdur, yəni 3d2-dir. Nə qədər tək elektron var? Burada 6 dənə tək elektron var. Deməli, bu kükürdür. Və bizə Y-in hidrogenlə birləşməsinin formulunu istəyir. Y-imiz kükürd olduğundan hidrogenli birləşməsi olacaq H2Y. 22-ci suala baxırıq. Deməli, bizə 13 karbon izotopu ilə 12 karbon izotopunun dəm qazları verilmişdir. Bunların həcmi nə qədərdir? 11,2 litrdir. 11,2 litrdə neçə moldu? 0,5 moldu. Bu X mol götürək, bunu da Y mol götürək. Deməli, X ilə Y-in cəmi neçəyə bərabərdir? 0,5-ə bərabərdir. Və bunların kütləsini birlikdə nə qədər verib? 14,2 qram vermişdir. Baxıram ki,
13 izotopunun kütləsi 13 üstə 16 eləyəcək 29. Deməli, bunun kütləsi 29-dur. Bunun kütləsi də 28-dir. 1 molu 29-dur. Niyə eləyəcəm? 29x plus 28y nəyə bərabərdir? 14,2. Tənliklər sistemi qururam. Tənliklər sistemi qurandan sonra buradan tapıram ki, hər tərəfi vururam 28. Mənfi 28x minus mənfi 28y bərabərdir mənfi 14-ə. Buradan da 29x minus plus 28y bərabərdir 14,2. Toplayanda x bərabər olur 0,2. X 0,2-si deməli y də 0,3-dür. Bunu tapandan sonra bizə deyir ki, ilkin qarışıqda CO-nun mol payını faizlə tapın. Tapdım ki, yəni 13 izotopunda 0,2-dir. Sonra bizə deyir ki, qarışığın tam yanmasından alınan qaz qarışığının kütləsi yazıram. 13 izotopunun yanması bunu yazandan sonra qaz qarışığının kütləsini bizdən hesab istəyir. Bilirəm ki, bunun fikir versiz karbonlar bərabərdir. Bunun 1 molundan 1 mol alınacaq. 0,2 molundan 0,2 mol karbon 13 izotopunun karbon qazı alınacaq və bunun 1 molu 45 qramdır. Bu tərəfdən yazıram. 1 molu neçə qramdır? 45 qramdır. 0,2 molda eləyəcək 9 qram. Bunu tapdım mı? İndi buna baxıram. Bunun 1 molundan 1 mol alınacaq. 0,3 molundan da 0,3 mol alınacaq. Nə edəcəm? Bunun 1 molu 44 qramdır. 0,3 molda eləyəcək 13,2. İndi bunları bir-bir toplayacağım. 13,2 üstə 9 gəlsəm 22,2 eləyəcəkdir. Və bizə nə deyir burada? CO-nun mol payını istəyir bizdən. CO-nun mol payını istədiyindən nə etməliyəm? Deməli 0,2-ni böləcəm ümumi mola. 0,5-ə vuracam 100%. Bu da eləyəcək 40%. 23-cü suala baxırıq. 23-cü sualda bizə x verib. X-də cüt elektronların, yəni orbitalların sayı, cüt elektron olan orbitalların sayıdır. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Baxıram, bu orbital tam doludur. Bu orbital da tam doludur. Bu orbital da tam dolu cütdür. Yəni, bu da tamdır. Bu da tamdır. Baxıram, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənəsi tam doludur. Bir dənəsi nədir? Yəni, 4s1 təkdir. Gördüyünüz qədər təkdir. Deməli, x-imiz nə oldu? 19 oldu. Sonra y-ə baxıram. Y-də 7 dənə orbitalımız cütdür. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. Bura kimi götürməliyəm burada. 1s2, 2s2, 2p6, 3s2, 3p götürməliyəm burada tək olsun 4. 4 götürsəm, fikir verin burada. Bir dənəsi cüt olacaq, 2 dənəsi tək olacaq və şərtə veriləndə uyğundur. Və deyir ki, həmin birləşmə bu olacaq 16, yəni kükürdür. Həmin birləşmənin bunların formulunu istəyir məndən. Deməli, x-imiz 1 valentlidir, y-imiz metallarla birləşmədə normal öz həyəcanlanmamış valentini 2 valentini göstərəcək, x2 y olacaqdır. Formulda x2 y-dir və həmin birləşmənin 0,5 molunda olan elektronların sayını istəyir. İndi baxıram, birinci elektron sayını tapıram. Bir dənəsində 19 dənə var, x-in 2 dənəsində eləyəcək 38. Üzərinə gələcəm 16. Toplasam nə qədər eləyəcək? 54 eləyəcək. Bunun 1 molunda 54 dənə elektron var. Yarım mol dediyinə görə 2 dəfə azaldacam. 27 dənə elektron eləyəcəkdir.